Hər gün yüzlərlə insan avtobusdan istifadə edir. Amma son vaxtlar marşrut avtobusları ilə bağlı xəbərlər narahatlıq doğurur. Qəzalar artır, insanlar xəsarət alır, bəzən isə faciə yaşanır. Bəs bu qəzaların səbəbi nədir? Sürücülər günahkardır, yoxsa avtobusların texniki vəziyyəti? Bəlkə yollar və hava şəraiti? Bu videoda avtobus qəzalarının əsas səbəblərinə baxacaq və həll yollarını müzakirə edəcəyik. Son həftələrdə bir neçə ciddi avtobus qəzası baş verib. Məsələn, Sabunçuda bir marşrut avtobusu yük maşınına çırpıldı. Sürücü yüngül xəsarət aldı, amma avtobus tam yararsız hala düşdü. Buna dumanlı hava səbəb olmuşdu. Başqa bir hadisə Səbail rayonunda qeydə alındı. Sürücüsüz hərəkət edən avtobus bulvara çırpıldı. Şükür ki, xəsarət alan olmadı. Araşdırmalara görə avtobusun texniki problemi var idi. Binəqədidə isə bir marşrut avtobusu yük maşını və minik avtomobili ilə toqquşdu. Avtobus idarə etmədən çıxıb, yol kənarında dayanmış başqa bir avtomobilə çırpıldı. Nəticədə nəqliyyat vasitələrinə ciddi ziyan dəydi. Bu qəzaların əsl səbəbi nədir? Tam videonu izləmək üçün YouTube-da Gündəm TV kanalına keçid edin.